O Fatimə ki, hər şeyini Əlinin yolunda verdi. Nə qədər izzəti var idi, xərclədi Əlinin yolunda. Təvazökarcasına axırda bilirsiniz nə soruşdu Əli əleyhissalamdan. Dedi, ya Əbəl Həsən, məndən razı qaldın. Nəsə nöqsanım oldusa bu ömürdə məni halal elə, məni bağışla. Əli də bu sözü eşidəndə xəcalətdən başını aşağı saldı. Dalını demək istəmirəm, niyə? Niyə xəcalət çəkdi? Amma bəlkə də ürəyində deyildi ki, yeri var, mən səndən üzr istəyəm. Mən sənin yanında xəcalət deyəm. Ki səni qoruya bilmədim. Bütün qüdrətimlə, əzəmətimlə. Ondan sonra deyir, Fatimə baxdı, dedi, salam olsun sənə, ya Rəsulallah. Ya Əbəl Həsən, bax gör, atam gəlib başımın üstünə. Mələklər gəlib başımın üstünə. Ondan sonra zəif səslə dedi, Əli, məni özün dəfn elə. Sirrimizə naməhrəm olanlar bu dəfn mərasiminə qoyma. Artıq qələbə çaldı Fatimə, gecə dəfn olunmaqla. Qiyamətə qədər bu qələbəsi davam edir. İmam Zamanın zuhuruna qədər. İmam Zamanın zuhurunun əsasını qoydu. Qəbrinin gizli qalması ilə. Əli, məni dəfn elə, amma bir xahişim var. Tez getmə. O, sənə ehtiyaclı olduğum məqamlardır. Mən Allaha qovuşuram. Otur mənə kömək elə. Necə bütün ömrüm boyu bir-birimizə kömək olmuşuq. İndi də otur qəbrimin kənarında. Quran oxu, Əli. Quran oxu ki, mən rahat olum qəbirdə. Götürür cənazəni gecə qaranlığında aparır. Görür ki, uşaqlar ayrıla bilmir analarından. İmam Hüseyin ağa deyir, ata nə olar bir dəqiqə qoy cənazəni yerə. Qoy anamın cənazəsini, ürək doyuncan vidalaşan mədi. Deyir, o yetim balalar təzədən döşənirlər anasının cənazəsinin üstünə. Mən danışıram, siz təsəvvür eləyin. Deyir, Əli Zeynəbi ayırır kənara. Dilə tutur, Hüseyin qasır cənazəyə tərəf. Tək adamsızdır, qalıb uşaqların əlində. Onu çəkir, bu atır özünü, güclə çıxır. Cənazəni alır onların əlindən, aparır dəfn eləməyə. Birdən görür Zeynəb yenə qaçır cənazənin dalıcan, əlin qoyub ürəyinin başına. Zülmət gecə, ana gedirsən hansı mənzilə? Qal bu gecəni bizi ilə, gündüz barı düş yola. Ana gecə vaxtı bizi qoyub hara gedirsən?